Hazırda Amerika Birləşmiş Ştatlarında baş verən ixtişaşları kimlərsə təşkil edir və maliyyələşdirir. Hökumət onların kimdən dəstək aldığını öyrənəcək. Bu bəyanatla ABŞ prezidenti Donald Trump iyunun 10-da Şimali Karolinadakı Fort Bragg hərbi bazasında çıxış edib. Kaliforniyada baş verənlər xarici bayraqları dalğalandıran və ölkəmizə xarici işğalın ayaq açmasına çalışan ixtişaşçıların sülhə, ictimai asayişə və milli suverenliyə qarşı geniş miqyaslı hücumudur. Bunun baş verməsinə icazə verməyəcəyik, Trump qeyd edib. Bunlar peşəkardır, həvəskar deyil. Etirazları kimsə maliyyələşdirir. Biz ABŞ Ədliyyə Departamenti və onun direktoru Pam Bondi vasitəsilə günahkarların kim olduğunu öyrənəcəyik. Biz artıq hərəkətə keçmişik. Mənim administrasiyam dövründə belə bir anarxiya olmayacaq. Federal agentlərin hücumuna icazə verməyəcəyik və biz xarici düşmənin Amerika şəhərini zəbt edib onu fəth etməsinə imkan verməyəcəyik. Prezident vurğulayıb. Qeyd edək ki, iyunun 6-sında Los Ancelesdə immiqrantların kütləvi saxlanılmasına başlanıb. İyunun 7-sində axşam saatlarında 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb. CBC telekanalının məlumatına görə etirazçılar yolu bağlayıb. ABŞ immiqrasiya və gömrük mühafizəsi əməkdaşlarına daş və fişənglər atıblar. Səlahiyyətli orqanlar aksiyalar zamanı 170-ə yaxın adamı saxlayıb. Daha sonra Atlanta, Seattle, Dallas, Louisville və digər şəhərlər də daxil olmaqla ölkə boyu etirazlar başlayıb. Los Angeles bölgəsində 1700-ə yaxın Milli Qvardiyanın əskəri yerləşdirilib. Müdafiə Nazirliyi Los Angelesə təxminən 700 dəniz piyadası göndərib.